Bu gənclərin həyəcanlı üzlərinə diqqətlə baxın. Bugün onların həyatında əlamətdar bir gündür. Bugünü onlar heç zaman unutmayacaqlar. Bir neçə il əvvəl bu gənclər Afrika və Asiyanın, Latin Amerikası və Avropanın bir çox ölkələrindən Bakıya təhsil almağa gəlmişdilər. Bugün isə onlara Azərbaycan Neft və Kimya İnstitutunun diplomları verilir. Onlar müxtəlif sahələr üzrə mütəxəssis kimi öz vətənlərinə qayıdırlar. Doğma torpaqlarının neft yataqlarını kəşf edəcək, yerin dərinliklərindən qara qızıl çıxaracaqlar. Onların diplomlarında keçdikləri bütün fənlər göstərilib, yalnız bir fəndən başqa. Bu fənni isə onlar Bakıya qədəm qoyduqları ilk gündən mənimsəməyə başlayıblar. Bu, insanları bir-birinə yaxınlaşdıran, ürəkləri isidən dostluq elmidir. Bu fərəhli günə onları gətirən yol asan olmayıb. Bu yol, institutun auditoriyalarından, laboratoriyalarından, tələbkar müəllim və professorların ciddi imtihanlarından keçib. Xaricdən gəlmiş tələbələrin həyatı yalnız institutun divarları arasında məhdudlaşmır. Onlar tez-tez öz dostları, sovet tələbələri ilə səyahətlərə, ekskursiyalara çıxırlar. İçəri şəhər, qala divarları, köhnə Bakının memarlıq nümunələri ilə tanışlıq, Qız qalası haqqındakı qədim əfsanə xarici tələbələrin böyük marağına səbəb olur. Gələcək mütəxəssislər üçün Azərbaycanda, Xəzərdə dənizdən neft çıxarılması, onun tarixi xüsusilə əhəmiyyətlidir.